Allah biz insanlara azadlıq verib, ixtiyar verib. Məsələn, düşüncə azadlığı verib. Təfəkkür, fikirləşməkdə bizi azad qoyub. Yəni, istənilən mövzu barəsində düşünməyə icazəmiz var. Amma bu icazə bizim azadlığımızı pozmamalıdır. Bu nə deməkdir? Biz azad düşünmək səlahiyyətinə malik yaradılmışıq. Bu o deməkdir ki, heç kəs fikirləşmək üçün lazım olan mövzunu bizə təlqin etməməlidir, vadar etməməlidir. Özümüz nə barədə düşünəcəyimizi seçməliyik. Azad düşüncə o demək deyil ki, ağlıva nə gəldi düşünəsən. Azad düşüncə o deməkdir ki, ağlıva gələnləri saf çürük eləyəsən. Nə barədə düşünüm, nə barədə düşünməyim. Belə eləməsən azadlığın əlindən gedəcək. Kimlərsə sənə düşüncə məlzəməsi təlqin edəcək. Ola bilər kimsə sənə bir mövzunu təklif etsin və sənin də düşüncəndə saf çürük etdikdən sonra bu nəticə alınsın ki, bu barədə düşünmək lazımdır. Bu gözəldir, bu azadlıqdır yenə. Amma bir də var, kimsə səni manipulyasiya eləyir, sənin təfəkküründəki o azadlığı əlindən alır, sənə təlqin edir ki, məhz bu mövzular barədə düşün, başqa mövzu barədə düşünmə. Məhz bu mövzuları düşün. Bu sənin azadlığını pozur. Bunu ən gözəl şəkildə Əmir əl-Möminin əleyhissalam izah edir. Birinci imamımız İmam Əli əleyhissalam izah edir. İzah edir ki, fikir, düşüncə təsirsiz deyil. Sənin bütün həyatına təsir edə bilir. İmam buyurur ki, düşüncələrinə sahib çıx, onlardan müğayət ol. Onları nəzarətdə saxla. Çünki düşüncələrin sənin sözlərinə çevriləcək, danışığına çevriləcək. Nə düşünürsənsə başlayacaqsan insanlar barəsində, insanlarla o barədə danışmağa. Bunu siz təcrübədə də yoxlaya bilərsiniz. İnsan bir şey oxuyur ya bir şey barəsində düşünürsə, sonra dostlar arasında danışanda görsən başlayır o mövzudan danışmağa. Ya bir yerdə çıxış edəndə görsən başlayırsan o mövzu barəsində çıxış etməyə. Buyurur, nə düşündüyünə fikir ver, çünki düşüncələrin sözlərinə çevrilir, danışığına çevrilir. Nə danışdığına fikir ver, çünki danışığın rəftarına, davranışına çevrilir. Danışığın mövzularda başlayırsan yaşamağa. Nə edəcəyinə, necə davranacağına, nə rəftar edəcəyinə fikir ver, çünki rəftarın sənin vərdişinə, adətinə çevrilir. Təkrar etdikcə başlayır sənin həyatında adətə çevrilməyə. Nəyi adətə çevirdiyinə fikir ver, nəyi vərdiş etdiyinə fikir ver. Çünki o sənin, o adətlər sənin birbaşa şəxsiyyətinə çevrilir. Sən həmin adətlərdən ibarət olursan. Nə barədə vərdiş edirsənsə, o vərdiş etdiyin işin mövqeyinə çevrilirsən. Tutalım, günahı vərdiş edirsənsə, günahkara çevrilirsən. Savabı vərdiş edirsənsə, savabkara çevrilirsən. Elmi vərdişə çevirirsənsə, alim olursan. Oğurluğu vərdişə çevirirsənsə, oğru olursan. Çox yalan danışırsansa, yalancı olursan. O sənin şəxsiyyətinə çevrilir. Mərhum Molla Sədra rəhmətullahi aleyhin də nəzəriyyəsi buydu ki, insan nə iş görürsə, o yavaş-yavaş insanı çevirir həmin işə. Və nəhayət buyurur, şəxsiyyətinə də fikir ver, çünki şəxsiyyətin sənin müqəddəratını həll edir. Şəxsiyyətin sənin sonunu təyin edəcək. Sənin formalaşdırdığın şəxsiyyət ölümdən sonraki əbədi həyatda səni təmin edəcək, səni yaşadacaq, sən ona uyğun yerə gedəcəksən, şəxsiyyətinə uyğun yerə gedəcəksən. Cəhənnəm şəxsiyyəti yaşayıb cənnətə yetmək mümkün deyil, bu məntiqlə düz gəlmir. Ona görə də çox ehtiyatlı olmaq lazımdır. Nə buyurur Həzrəti Əli? Əleyhissalam fikirlərinə fikir verir ki, danışığına çevriləcək. Danışığına fikir verir ki, əməllərinə çevriləcək.
Əməllərinə fikir ver ki, vərdişinə, adətinə çevriləcək. Adətinə fikir ver ki, şəxsiyyətinə çevriləcək. Şəxsiyyətinə fikir ver ki, sənin taleyinə çevriləcək.